Aslında biz acı çəkmiş bir millətik. Bizim yaxın tariximizdə Xocalımız yaşanıb. Tarix boyunca kimsə deyə bilərmi sən Xocalını unut? Heç kim bu sözü söyləyə bilməz. Xocalı bu millətlə bərabər ta qiyamətə qədər bizim tariximizdə tarixləşəcək, millətimizin dərdi olaraq bir dərd kimi qalacaq. Hətta sabah Allahın izni ilə Xocalıda üçrəkli bayrağımız dalğalansa da, Xanın kəndində yaxın zamanlarda dalğalanacaq üçrəkli bayrağımızın kölgəsində xidmət göstərsək də, amma Xocalı bir dər olaraq sinəmizdə qalır. Eyni ilə biz doğru söylədiniz ki, həcm baxımından dünyada çox böyük fəlakətlər baş verib. Amma Kərbalanın özəlliyi nə idi? Bəli. Nə idi fərqlilik? Niyə bu qədər Kərbala danışılır? Niyə bu qədər Kərbaladan bəhs olunur? Bəlkə də çox insan fikirləşər ki, axı yetər bu qədər. İslamın vəhiy kitabı var, Qur'anımız var. Tamam. Yəni bunlardan bəhs eləmək lazımdır. Yəni biz dərdimizi mi unudaq? Kərbalanı mı xatirimizdən, ədəbiyyatımızdan çıxaraq? Yox, biz ora doğru dönək. Düz yönələk. Niyyətimiz təmiz olduğu zaman Kərbala bizə bir üfüq açacaq. Ən böyük üfüq bilirsiniz nəyin üfüqüdür? Bizim qardaşlığımız. Milliyyətindən, irqindən. Bəli, dünyada Həzrəti Adəmin nəslinin qardaşlığını ortaya qoyan bir məktəbdir. Bu məktəb zülmə qarşı bir dirənişdir. Bu o deməkdir ki, yer üzünün harasında zülüm varsa, orada Kərbala yaşanır. Və bayaq bir cümlə söylədik ki, ən çətin vaxtda belə ümid işıqlarını söndürməmək. Yəni bir insan bir xəstəliyin pəncəsi altında qala bilər. Bir insan böyük bir müsibətlə üzləşə bilər. Hər hansı bir mənəvi bataqlığa üz tuta bilər. O zaman Kərbala məktəbi o insanın əlindən tuta bilər. Əgər doğru dönə bilərsə. Ancaq bir cümlə söyləyək burada. Bu məktəbi fərqli edən nə idi? Bilirsiniz, Əhl-i Beytin əslində içərisində bir əba əhli də var. Sanki göz içərisində bir didə. Beşlik. Bir beşlikdən bəhs olunur. Bu beşlik ki, sevgili Peyğəmbərimiz Ümmü Sələmə anamızın evində bir əbanın altına Həzrəti Əli əleyhissalamı, anamız Həzrəti Fatiməni, İmam Həsəni, İmam Hüseyni özü ilə bərabər bir əba altına girdiyi orada bir duası var. Allahım bunları qoru. Allahım bunları sevənləri sən də sev. Və bununla fərqli dualarımız var. Məhz bu yerdə biz görürük ki, Ümmü Sələmə anamız da soruşur, ya Rasulullah, mən də orada ola bilərəm, deyirsən, xeyir içərisindəsən. Yəni o demək deyil ki, sən Əhl-i Beytdən deyilsən. Peyğəmbərimizin həyat yoldaşı Əhl-i Beytdir. Evin əhli kənarı deyil ki. Quran-ı Kərimdə Əzvacun Nəbi Ümməhətül Müminin deyil. Peyğəmbərin həyat yoldaşları, Allahın salamı olsun, möminlərin anasıdır. Ancaq burada bir məxsusiyyətlik var. Necə ki, Peyğəmbər xanımları digər xanımlardan fərqlidir, əba əhli də Əhl-i Beytin içərisində fərqlidir. Bir üzük qaşına bənzəyir. Bəlkə də üzüyün tacına bənzəyir. Allah Rəsulundan başlayır, çünki nəsli onunla davam edəcək. Amma bütün Əhl-i Beytin ağırlığı Həzrət Rəsul aleyhissalatü vesselamın üzərindədir. Onun vəfatından sonra sanki anamızın bir də Həzrət Əli aleyhissalamın üzərində qaldı. 6 aydan sonra mübarək anamız da bu dünyadan köçdü getdi. Sonra Həzrət Əli aleyhissalam, ondan sonra İmam Həsənin üzərində qaldı Əhl-i Beyt yükü. Nəhayət Əhl-i Beytdən sonuncu kimsə İmam Hüseyin idi. Onu görəndə hər kəs Allah Rəsulunu xatırlayırdı. Anamız Fatiməni xatırlayırdı. Həzrəti Əlini xatırlayırdı. İmam Həsəni xatırlayırdı. Artıq onun bu böyük məktəbdəki şəhadət şərbətini içməsi bütün ümməti, bütün kainatı matəmə bürüdü. Elə dərindən yaraladı ki, çünki hələ o Mədinədən çıxdığı zaman Peyğəmbərimizin mübarək qəbrinə gedir. Baş-başa qalır. Nə pıçıltılar var. Biz onu tuta bilmirik ki. Baba nəvə arasında hansı söhbətlər getdi? Sonra Mədinə kimi bir yeri tərk etməsi düşünürsünüzmü? Bu yerdə fitnə fəsad olmasın. Onun böyük ruhaniyyətinə aiddir bu. Babamın yatdığı şəhərdə fəlakət olmasın. O yerdən çıxacaq.
Kəbəyə gələcək. Zülhiccə ayıdır. Tavafını belə tamamlamadan, həccini belə sona çatdırmadan onu bir yerə çağırıblar. İmam bilir hara gedir. Çünki o yerin möhrü hələ yaşı az olduğu zaman bir gün Kərbala torpağına gediləcək. Mələk o torpaqdan götürüb Peyğəmbərimizə təqdim etmişdi. Cəbrail əleyhissalam Peyğəmbərimizin huzuruna gəldiyi zaman onu bağrına basıb öpür. Ya Rasulallah, çoxumu sevirsən deyir bunu. Bəli, deyir ki, ümmətəm onu şəhid edəcək. Onda bilmirik 4 mi yaşı vardı, 5 yaşı vardı. Zaten 6-7 yaşına qədər, 626-cı ili nəzərə alsaq, 632, 6 yaş civarında Allah Resulü ilə bərabər olub. Ama o böyük nübüvvət yükünü sanki o daşıyırdı. Onun gemisi bir sahilə insanlığı çıxaracaq. Ümid yeri oydu. Ona görə ümmət bu qədər dərindən dərinə bu şoku yaşadı. Bu dərdlə dərdləndi. Bu şoku bugün də yaşayır. Bu dərdlə bugün də dərdlidir.